Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə ingilislərin quş olmaq istəyən Ayı balası adlı nağılını danışacağam. Bir zamanlar kiçik bir ayı balası vardı. Bu ayı balasının ən böyük arzusu quş olmaq idi. Bir gün meşədəki ağacların budağında cəhcəh vuran quşlara üzünü tutub dilləndi. Sabahınız xeyir quşlar, mən də sizin kimi bir quşam. Quşlar qəhqəhə çəkib güldülər. Axı sən quş deyilsən, quşların dimdiyi olur. Bala ayı meşədə özünə dimdik axtarmağa başladı. Dimdiyə bənzər bir taxta parçasını şam ağacının qatranı ilə burnuna yapışdırdı. Quşların yanına gəlib dedi. Mən də artıq bir quşam. Baxın, dimdiyim də var. Heç elə şey olar. Quşlar nəğmə oxuyur. Bala ayı bu dəfə ümidini itirmək üzrə idi. Çünki mahnı oxuya bilmirdi. Amma meşənin kənarında cəhcəh vuran quş dostundan nəğmə oxumağı öyrənə biləcəyini düşündü. Dərhal onun yanına getdi. Əziz dostum, nə olar mənə nəğmə oxumağı öyrət. Öyrənə bilərsən? Əslində ayıların mahnı oxumaqda elə də istedadı yoxdur. Amma istəsən yoxlaya bilərik. Mənim söylədiklərimi təkrarla görüm. Do, re, mi, fa, sol, la, si, do. Bala ayı günlərlə nəğməkar quşun söylədiklərini təkrarladı. Hətta müəllimi də çalışqan olduğu üçün onu çox tərifləyirdi. Çünki bala ayı mahnını öyrəndi və quşların yanına gedib oxumağa başladı. Do, re, mi, fa, sol, la, si, do. Xeyr. Quşlar yenə etiraz etdilər. Dimdiyin olsa da, mahnı oxusan da, sən quş ola bilməzsən, çünki uçmağı bacarmırsan. Kiçik ayı balası uçmağı öyrənməyə də qərar verdi. Ayaqları üzərində hoppanıb irəli doğru atıldı. Amma bu uzuna tullanmaq kimi bir şey oldu. Uçmağa heç bənzəmədi. Quşlar, indi mənə diqqətlə baxın. Bala ayı dedi. Sonra uca bir qayanın başına çıxıb, oradan özünü aşağı atdı. Qollarını quşların qanadları kimi çırpdı. Əlbəttə ki, bu hərəkət onun uçması üçün kifayət deyildi. Yuxarıdan yuvarlanan bir daş kimi sürətlə yerə çırpıldı. Hər yeri ağrıdı. Qatranla yapışdırdığı taxta dimdiyi də yerindən qopdu. Bala ayı düşdüyü yerdən bir təhər ayağa qalxanda quşlar onun yanından ayrıldılar. Bala ayı ağrıyan yerlərini ovalaya-ovalaya meşəyə doğru irəlilədi. Ağacların sıx yerində oturub biraz özünə gəlmək istəyəndə burnuna böyürtkən qoxusu gəldi. Həqiqətən də arxadakı kolların üstü qırmızı böyürtkənlərlə dolu idi. Gedib yaxşıca qarnını doyurdu. Yetişmiş böyürtkənləri, şipşirin balı, cürbəcür meyvələri, təzə balıqları yemək və meşədə istədiyim kimi oynamaq, yəni dünyada ayı kimi yaşamaq var ikən, başqalarına oxşamağı arzulamaq axmaqlıqdır. Ayı düşündü. O gündən sonra bir də heç vaxt ayı kimi dünyaya gəldiyinə görə peşman olmadı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.